Fövqəladə Hallar Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə turizmdə təhlükəsizlik mövzusunda təlim keçirilib. Tədbir tur bələdçiləri üçün turistlərin müxtəlif məkanlarda təhlükəsizliyin təmin edilməsi, fövqəladə hallarda düzgün davranış qaydalarını əhatə edib, şərti zərər çəkmişlər və göstərilən ilkin yardım, həmçinin xilasetmə avadanlıqlarından istifadə qaydaları nümayiş olunub. 112 qaynar xətti gündəlik ortalama 8-10 min müraciət qəbul edir. Əfsuslar olsun ki, qəbul olunan müraciətlərin mütləq əksəriyyəti 80%-i əsassız yanlış çağırışlardır. İstifadəçi 112 mobil tətbiqə daxil olduqda dərhal 112-də qaynar xəttində artıq operatorlar tərəfindən hadisənin baş verdiyi ünvan avtomatik qaydada kayut proqram təminatında görsənəcəkdir. Bu təlim ümumiyyətlə turizm sənayesi üzvləri, bələdçilər, xüsusi dağ bələdçiləri üçün mühüm bir addımdır. Çünki həm yüksək sezon öncəsi turist bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, istərsə də ölkəyə gələcək regionlar səviyyəcədə həm daxili, həm də xarici turistlərin təhlükəsizliyi ilə bağlı vacib amil olacaq.